bu qrupda mübarizə aparacaq və əlbəttə ki, Rusiya idmançıları da var. Yəni bilirsiniz ki, bəzi səbəblərdən Rusiya idmançıları öz ölkələrinin adından çıxış edə bilmirlər və neytral idmançılar siyahısı ilə neytral idmançılar komandasının üzvü kimi onlar bu yarışlarda mübarizə aparmaq imkanı əldə ediblər və həmin idmançılardan da biri məhz B qrupunda mübarizə aparan Darya Tkaçevadır. O sonuncu olaraq bugün çıxış edəcək B qrupunda güclə hərəkətləri nümayiş etdirəcək. Guatemala nümayəndəsi Daniela Gonzalez hal-hazırda çıxış edir. Bəli, Guatemala idmançısı Daniela Gonzalez